mübarizə uzun müddətli, qısa müddətli ola bilər. Bu bizim özümüzdən asılıdır, qətiyyətimizdən, sarsılmaz iradəmizdən və möhkəmliyimizdən. Görün bugün nə qədər artıq Azərbaycanda şuur inkişaf edib ki, artıq hakimiyyət məcbur olur, əvvələ belə bir şeylər yox idi. İnsanların günahı olmayan qohum-əqrəbəyə artıq təzyiq vasitəsi kimi... Şuur inkişaf edir. Bəli, şuur inkişaf edir. Bu şuurun inkişafı cəmiyyətdə. İnsanlar düşünür. Artıq hakimiyyət şəxsin özünün düşüncəsini baskı altına ala bilmir. Şəxsin öz azadlığını əlindən alır, amma düşüncəsini ala bilmir əlinə. Başlayıb başqa vasitələrini təzyiq etməyə. Bu, ola bilər, zahiri baxımdan əvvəl mənfi görünsün insanlar üçün. Həmin o şəxsin qohumları narahat olsun, nəslin narahat olsun. Amma bu narahatlıq yenə də hakimiyyətin özə ziyan olur. Çünki insanlarda nifrət yaranacaq, nifrət. İnsanlar nifrət edəndən sonra artıq o nifrət yaranan sonra qorxu aradan gelir. Çünki insan nifrətə bir nifrətin bəsləyirsə, o nifrət onda böyüyür. Nifrətlə cəmiyyət əgər bir nifrəti, yəni diapozonu genişlənsə, əlbəttə ki, hakimiyyət bundan çəkinəcək. Bir xalqın nifrəti görsənmir. Açıq ifadə edənmir xalq öz nifrətini, qorxur. Bu proseslər mənim öz şəxsi nəzərəm budur ki, Azərbaycanda bu repressiya siyasəti əslində bu xalqın inkişafına səbəb olur, düşüncəsinin inkişafına. Çünki düşüncə olmayan yerdə inkişafdan söhbət edilməz. Yenə də düşünmək. Bizim əqidəmiz budur ki, düşünmənin üstünə yenə düşünmək lazım. Bugün düşüncə bizi xilas edəcək. Yəni, azad təfəkkür tərzi, qorxudan azad olan bir cəmiyyət. Bugün biz gəncliyimizi azad təfəkkürlü görmək istəyirik. Heç bir baskı altında, zülm altında düşüncə yox. Qoy insanlar, qoy xalq özü seçsin, azad olaraq. Bəli, yəni o... Qadınlar. Bəli, qadınlar mövzusunə toxunar. İnanın Allaha, yəni Qobustanda olduğum müddətdə ən çox narahat edən, yəni şəxsən özünü bu Azərbaycanda nahaq yerə tutulan, öz ictimai siyasi baxışlı tənqidinə görə həbsxanada olan Leyləyimiz Xədisə İsmail, yəni qadın nöqteyi-nəzərdən. Çünki qadınlar zərif məxluqlar. Biz Azərbaycan xalqının qadınına hörmət qoymalıyıq. Kişilər belədir ki, fiziki baxımdan, yaradış baxımdan Allah Taala fiziki olaraq güc verir. Qadınlar da zərifdir. Hərəsinin öz funksiyası var. Düzdür, ruh, mənəvi nöqteyi-nəzərdən bərabərdir qadın kişi. Amma fiziki nöqteyi-nəzərdən fərqlər göz qabağındadır. Hal-hazırki durumda yəni o qadınların həbsdə olması, and olsun Allaha, şəxsən bu ruhiyyədəyəm. Bugün hakimiyyət bizlə sazişə bağlasa ki, səni onların yerinə salırıq, onları həbsdən azaldırıq. And olsun Allah, mən hazıram ki, bizim qadınlarımız bu günlərim həbsdən azad olsunlar. Biz o həbsxanada olmağa hazırıq. Niyə görə? Çünki bu erməni alçaqlar bizim torpaqlarımızı işğal edir. O qadın anabazlarımızı, namuslarımızı əsir aldılar. O ağracını bizə yaşadıblar onlar. Azərbaycan qadınını təhqir ediblər. Hələ də biz onun qisasını almamışıq. Hələ o qisas əhval-ruhiyyəsini yaşayırıq ki, bir gün gələcək biz öz torpaqlarımızı azad edəcəyik. Anabazlarımızın o ermənilərdən qisasını alacaq. Və o problemlərlə yanaşı gün Azərbaycanda ictimai siyasi baxışına görə heç bir cinayəti olmadan qadınlarımızın həbsdə olması, mən kişilərlə danışmaq istəmirəm. Yəni, kişilər, demirəm kişilər həbsxanada qadınlar, amma qadınların xüsusi mövqeyi var Azərbaycanda. Azərbaycan qadını bugün həbsdə olmamalıdır axır gələ. Çünki burada önemli bir nöqtə var. Bugün Leyla Yunusla Xədicə İsmail biz qorumasaq, o bizim elimizə gəlib çıxa biləcək qadınlarımıza. Bax, bugün bu çox önemli bir nöqtədir. Hakimiyyət bununla adiləşdirir qadın həbsini. Günlər görürsə, artıq əvvəl belə bir şeylər yox idi. Gülər Əhmədova həbsi başında mən çox narahat oldum. Niyə narahat oldum? Çünki o proseslərdə Gülər Əhmədova kiçik bir fiqur idi. O da böyük fiqurlar var. Adları çəkilmiş, onlar həbs olunmalıydı. Amma həmin imtihanda Qarabağ ərli, Asif Yusifli daha çox azaddan məhrum oldu. Bəli. Amma nə demək istəyirəm? O proseslə adiləşdirdi. Gülər Əhmədovun həbsi ilə mən vaxt narahat oldum, bu qadını həbs elədilər. Bu bəhanədir bir. Azad fikirli, demokratik dəyərlərə söykənən, öz sözünü deyən qadınların həbsi başlayacaq. Çünki bu həbslə artıq o həbsin qapısını açır. Yəni biz bugün bir Azərbaycanlı olaraq öz qadınlarımızı qorumalıyıq. Azərbaycan qadınının yeri həbsxana deyil.